Ve aleyküm selam ve rahmetullahi ve berekatuh. Bir hadis paylaşılıb ki, həmən hədisdə Allahın Resulü sallallahu aleyhi ve sellem buyurur ki, müsibətlər, xəstəliklər, hüzüntülər bu dünyada cəzadır. Soruşulur bu hadisin şərhi barəsində. Hadisin şərhinə gəldikdə, Elhamdülillahi vahdə və salatu və selamu alə mən la nebiyyə ba'də əmmə ba'd. Değerli Müslümanlar, paylaşılmış bu hadis Masruq İbni el-Acda'dan rivayet olunur. Ama bu hadisin diğer versiyaları da vardır ki, onlar da səhihdirlər. Mən sizə Əbu Bakır radiyallahu anhudan rivayet olunan versiyasını deyəcəyəm. Çünki orada bu hadis tam aydın olurdu deyə o versiyasını oxumaq istəyirdim, diqqətinizə çatdırmaq. Hadisi İmam Ahmed Əbu Bakır radiyallahu anhudan rivayet eyləyir. Bir gün Əbu Bakır radiyallahu anhu Kur'an-ı Kerim'den En-Nisa suresi 123. ayəni oxuduqdan sonra ağlayarak Allah'ın Resulünün yanına gelir. Ki o ayədə Allah subhanahu teala buyurur ki, A'udhu billahi mineşşeytanirracim. Leyse bi emaniyyikum ve la emaniye ehlil kitabi men ya'mal su'en yujza bih. Ne sizin isteğinizledir, ne de kitap əhlinin isteğiyle. Kim bir pis iş görərsə, onun cəzasını alacaqdır. Əbu Bakır radiyallahu anhu deyir, ya Resulallah, kulli su'in amilna bih. Biz bütün pis işleri görmüşük. Yani bu manada ki, Allah'a şərik qoşmuşuq, övlad öldürmüşük, necə cahilliklər və necə xətalar, necə günahlar etmişik biz. Yəni biz etdiklərimizin cəzasını çəksək, biz necə edərik? Yəni biz necə xilas olarıq Allahın yanında? Fəqalən Nəbi sallallahu aleyhi və səlləm, Qafarallahu ləkə ya Əbu Bakır. Allahın Resulü sallallahu aleyhi və səlləm ona dedi, ey Əbu Bakır, Allah səni bağışlasın. Ələstə tamrad, ələstə tansabu, ələstə təhsən, ələstə tusibukəl əvə. Ey Əbu Bakır, sən heç olmur ki, xəstələnəsən, heç olmur ki, qəzəblənəsən, kədərlənəsən. Əbu Bakır deyir, niyə ya Resulallah? Bunlar baş verir. Allah'ın Resulü sallallahu aleyhi ve sellem deyir, فَهُوَ مِمَّا تُجْزَوْنَ بِهِ. Bax, bütün bunlar ki var, sənin qəzəblənmən, hirslənmən, xəstələnmən, bütün bunlar sənin üçün kəffarədir. Sənin cəzandır. Yəni, etdiyinin cəzasıdır. Digər bir versiyada isə, اِنَّمَا هِيَ مُسِيبَاتٌ فِي الدُّنْيَا. Bunlar dünyada müsibətindir. Edəcəyin cəzanın müsibətidir. Yəni, edəcəyin günahların cəzasını dünyada çəkməkdir. Bunlar, başımın ağrıması, digər bir versiyada deyir, ayağıma tikanın batması, Ayşə radiyallahu anhadan gələn versiyada isə orada deyilir ki, huve ma yusibul abdil mu'min hatta nekbete yenkibuha. Bir müminin bir kədərlənməsi belə onun etdiyi əməlin, pis əməlin onun üzərindən qaldırılmasıdır. Yəni cəzasıdır. Değerli Müslümanlar, ümumiyyətlə biz Azərbaycan leksikonunda olan cəza sözü bizə ağır gəlir. Yəni cəza deyəndə biz cəza çəkmək kimi, cəzalandırmaq kimi, əziyyət vermək kimi başa düşürük. Ərəbcədə elə deyil. Cəza sözü ərəbcə bizim tam olaraq düşündüyümüz söz deyil. Məsələn, Ər-Rəhman surəsi 60-cı ayədə Allah subhanahu teala buyurur, Həl cəzaul ihsanu illəl ihsan.
Məgər hər bir yaxşılıqlığın qarşılıqlığı yaxşılıq deyilmi? Daha doğrusu, hər bir yaxşılığın cəzası yaxşılıq deyilmi? Baxın, həl cəzaul ihsani, hər bir yaxşılığın cəzası. Deməli, cəza sözü Qur'an-ı Kərimdə, hədislərdə keçən cəza bizim Azərbaycanca düşündüyümüz zülüm, əziyyət, işgəncə vermək deyil. Cəza etdiyin qarşılıqlığını almaqdır. Yəni, günahın varsa, sənə bu şeyləri etməklə Allah səndən günahı qaldırır. Yaxşılıq etmisənsə, bu şeyləri sənə verməklə səni cəzalandırır. Deməli, yaxşılığın da cəzası var, pisliyin də cəzası var. Bəli, biz buradakı cəza sözünü zülüm, əziyyət kimi başa düşməyək. Allah Subhanahu taala öz rəsuluna burada xəbərdarlıq edir ki, qulumun hər hansı bir günahı varsa, onun başına bəzi müsibətləri gətirməklə onu təmizləyirəm. Burada təmizlənmək mənasındadır. Necə ki, Ayşə radiyallahu anhadan gələn versiyanı oxuduq ki, orada hətta kədərlənməm belə səndən bir müsibəti qaldırır. Əgər biz düşünsək ki, insanın başına məsələn bir müsibət gəldi, tutaq ki, malı itdi, evi yandı, qıçısındı, xəstəlik tapdı. Əgər bu ona cəzadırsa, bizim düşündüyümüz cəzadırsa, Subhanallah, Allahın Resulü sallallahu aleyhi və səlləm deyir ki, ən böyük bəlalara Allahın Resulları düşür. Yəni, ən böyük müsibəti Resullar çəkir. O zaman İsa aleyhissalam hansı günahın sahibi idi ki, başına bu müsibətlər gəldi? İbrahim aleyhissalam hansı günahları etmişdi ki, onu mancanaqla alova atdılar? Əyyub aleyhissalam hansı günahın sahibi idi? Demirəm, onlar müqəddəsdir, onlar tam, heç kəsdə günahı yoxdur. Allah bilir. Amma hansı günah idi ki, sənin mənim başıma gəlməyən onların başına gəldi? Yəni, biz onlardan yaxşı adamımıq mı? Xeyr, elə deyil. Deməli, müsibətlər insanın tam olaraq günahlarına görə deyil. Bəziləri bəzən günaha görə olur ki, Allah təmizləyir qulunu, bəziləri isə qulun dərəcəsini yüksəldir. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, qulun başına gələn müsibət imanının ölçüsünə görədir. İmanı yüksək olanların imtihanı da yüksək olur. Deməli, ona görə də bu hədisin axırında deyir ki, və ən yüksək bəlalar Rəsulların başına gəlir. Deməli, bir insanın başına bir müsibət gələndə həmən düşünməməlidir ki, mən günahkaram. Ola bilər özü üçün günahkar düşünsün, bu yaxşı tərəfidir, bu qorxulu deyil. Amma başqası üçün bunu düşünməsin. Yəni, sən bir müsəlman qardaşınsın, onun başına iş gələndə demə, Allah bilir nə etmişdi ki, bu da onun başına gəldi. Elə düşünmə. Sən deginən ki, gör Allahın nə qədər sevimli quludur ki, Allah onu yüksəldir. Çünki hansı qul başına müsibət gələndə Elhamdülillah dedisə, bilginən ki, o qul yüksəlir. Hansı qul başına müsibət gələndə şikayət edib deyinirsə, bilginən ki, o alçalır. Allahın yanında kiçilir. Bəli, dəyərli müsəlmanlar, oxunan bu hədislər səhihdirlər. Paylaşılmış hədisə də Şeyx Əlbani səhihdir demişdir. Çünki bu hədisin digər bir neçə versiyaları vardır ki, hər versiyası da həsən və səhih kimi rəvayət olunmuşdur. Ona görə də bunlar bir-birini dəstəkləyir və beləliklə də bu növ hədislər səhih hədislərdir. Vəl-ilmu indallahi ta'ala və axiru da'vana enilhamdu lillahi rabbil alemin. Vəsselamu aleykum və rahmetullahi və berekatuhu.